3-cü meydançasında Qusar kollektivinin qonağı olacaq. Vəziyyət elədir ki, xallar bərabər olacağı təqdirdə Şəfa çempion olacaq. Çünki top fərqinə görə Şəfa kollektivi hazırda Şaxta Qusarı qabaqlayır. Amma Şimal meydan sahibləri isə tünd rəngli formada çıxış edəcəklər. Elnur Abdullayevin kollektivində vəziyyət belə olacaq. Qapıda 12 Rafiq Kərimov, 15 Nodar Məmmədov, kapitan Rahid Əmirquliyev səbirsizliklə gözləyir Elvin Bayramova bugün. Şirmamed Mamektiv ilk 3 yeri tutan komanda birbaşa olaraq 1-ci liqaya vəsqəni təmin edəcəksə, 4-cü olan komanda qələbələri, heç-heçələri və məğlubiyyətləri barədə, hətta vurulan və buraxılan topları barədə məlumat verdim. Dinamo müəyyən elementlərdə, epizodlarda, oyunda canlanma müşahidə olunsa, Nodar Məmmədov də etdim. Nodarın önü boşdur. Bunu dəyərləndirə bilər təcrübəli müdafiəçi Arap. Xəyal Qocayevdən birbaşa cərmə meydançasına Nodar Məmmədov.